Sen eşkimden fenahim. Ey ilahim, ey ilahim, affeyle çoktur günahim. Hak yolunda seyyah oldum, sen eşkimden fenahim. Ruhum dönüp bahar olsun, gözyaşlarım akar olsun. Hafif ayız deli kimi, gönül sana boyar olsun. Allah, ruhum dönüp bahar olsun, gözyaşların akar olsun. Hafif ayız yeli kimi, gönül sana boyar olsun. Bize verdik ki dünya, bir melun, bir rüya. Tevrat, Zebur, İncil, Kur'an, çoktur sirrin ey Hudaya. Bize verdin iki dünya, bir melun, bir rüya. Tevrat, Zebur, İncil, Kur'an, çoktur sirrin ey Hudaya. Ruhum dönüp bahar olsun, gözyaşlarım akar olsun. Hafif ayız deli kimi, gönül sana boyar olsun. Yarın ay, ruhum dönüp bahar olsun, gözyaşlarım akar olsun. Hafif payız yeli kimi, gönlüm sana boyar olsun. Sözün temiz, müqəddəsdir, nəzarətin bizə bəsdir. İnsafından qaçanlara böyük Allah insaf kəsdir. Sözün təmiz, müqəddəsdir, nəzarətin bizə bəsdir. İnsafından kaçanlara büyük Allah insaf kessin. Ruhum dönüp bahar olsun, gözyaşlarım akar olsun. Hafif ayız deli kimi, gönül sana boyar olsun. Ya ruhum dönüp bahar olsun, gözyaşlarım akar olsun. Hafif payız yeli kimi, gönül sana boyar olsun. Gönül sana boyar olsun. Gönül sana boyar olsun. Bağışlayan və mehriban Allahın adıyla, dəyərli xalqımız, əziz müsəlman, bacı və qardaşlarımız, hər vaxtınız xeyir olsun. Vəd olduğumuz vaxtda, bax Ramazan ayının bu günündə, bu saatında yenə də evlərinizin qonağıyıq. Mübarək Ramazan ayı, 11 ayın sultanı. Allah təbarək və teala bu gözəl ayda tutduğunuz oruçları, verdiyiniz ehsanları, qıldığınız namazları Allah qəbul etsin.
Kimi yoldadır, kimi işlədir, kimi evdədir, kimi mətbəxdə artıq iftara təam hazırlayır. Hər halda olursunuzsa olun, qoy Allahın lütfi, nəzəri, rəhməti sizlərlə olsun. Beləliklə iş sevi bir ay, bir ömür adlı verilişimizlə yenə də evlərimizin qonağıyıq. Bunu da qeyd etməyə özümə borc bilirəm ki, abunə olun bizim səhifəmizə. Bizə mənəvi dəstək olun ki, biz də ruh yüksəliyi ilə xidmətinizə gələk. Hər axşam olduğu kimi, bax bu gündən bizim studiyamızın, yəni sizin evlərinizin qonağı çox dəyərli qonaqlarımızdır. Mən sözü çox uzatmadan qonaqlarımı sizə təqdim edirəm. Dəyərli Bakımızın Binəqədi rayonunun qazisi və Binəqədi Cümə məscidinin imamı, alimi, axundi, dəyərli ilahiyyatçımız Ustad Hacı Rəfail məclisimizdə, verilişimizdə qonaqdır. Hacı, xoş gəlmişsiniz. Xoş günlərə gələk həmişə. Mən də bu yeni layihənizi öz adımdan təbrik edirəm. Çox sağ olun. Allah uğurlarınızı bol eləsin. Çox sağ olun. Allah bu xeyir işdə sizi müvəffəq eləsin və xalqımız da bunlardan doğru düzgün faydalansınlar Amin inşallah. yarabbim. Biz də sizə dərin təşəkkürümüzü bildiririk ki, Hacı, dəvətimizi qəbul etmişsiniz. Allah sizdən razı olsun, oruc namazınız qəbul olsun. Daha bir əziz qonağımız artıq illərdir ki, xalqın xidmətində səsi ilə, sözü ilə, xidməti ilə, novhə və mərkələri ilə xidmət edən mənim çox dəyərli qardaşım Kərbəlayı Cəmaləddin Hüseynidir. Kərbəlayı, xoş gəlmişsən. Çox sağ olun Hacı. Allah bu mübarək ayda tutduğunuz oruc namazları həm xalqımıza inşallah mübarək qərar versin, qəbul eləsin. Mən də bütün ekran başında olan bütün tamaşaçılarımızı salamlayıram. Allahın salamı hər kəsin üzərinə olsun inşallah. Çox sağ ol, dəyərli qardaşım. Sizə də özlərin təşəkkürümü bildirirəm dəvətimizi qəbul etdiyiniz üçün. Hacıcan, hər axşam burada müxtəlif suallar, dəyərli qonaqlarımıza müxtəlif suallar ünvanlanır. Çünki bu veriliş bizim oruç tutanlarımızın, xalqımızın bir növ maariflənməsidir. Yəni, bugün cəmiyyətimizi maraqlandıran suallar, bir də görürsən artıq o suallar bizə ünvanlanır və o ünvanlanan suallardan biz nəticə əldə edərək biz də gələn ruhanilərə müraciət edirik. Hacıcan, bax, mübarək Ramazan ayı. Bu ayın qoyduğu iz, bu ayın qoyduğu təsir haqqında danışaq. Ya Allah. Bismillahirrahmanirrahim. Hazreti Resulullah sallallahu aleyhi ve sellem Meyracda olarkən Allah Təbarək və Teala ilə diyaloqu xatab olub. Və Allahın Rəsulü Allah-u Cenab-ı Haqqa sual etdi. Mə əvvələl ibadə. İbadətin əvvəli nədir? İbadət ayinləri çox. Budur, bunların əvvəli nədir? Allah Təbarək və Teala belə cavab verdi və buyurdu. Əvvəlil ibadə əs-som və səmt. İbadətin əvvəli oruc və susmaq, dilə hakim olmaqdır. Susmaq. Belə olduqda Allahın Rəsulu yenidən sual verir. İlahi, ya Rəbbi, mə yurəs-i som, bu oruc nə miras qoyur gedir, nə irs qoyur gedir, nə təsir qoyacaq insanın ruhunda, həyatında, ömründə. Bilirik, məsələn, oruc Ramazan ayında bir ay müddətinə tutulan bir ibadətdir, edilən bir ibadətdir. Və 11 ay oruc yoxdur, vacib oruc yoxdur. İndi bu bir ay ki oruc tutduq, bu oruc bizim həyatımızda, ömrümüzdə, ruhumuzda, əqidəmizdə, əməllərimizdə nə iz qoyub gedir? Aha, bitəcək bu oruc. İnşallah salamatçılıq olsun. Bayram etdik, bitdi. Nə iz qoydu, nə miras qoydu, getdi. Allah Təbarək və Teala cavab verir. Əs-som yurəsul hikmə.
oruc hikməti miras qoyur gedir insan üçün. Hikmət. İndi hikməti araşdırsaq, mənasına baxsaq, lüğətlərdə əvvəl mənası bir şeyi cilovlamaqdır. Bir şeyi cilovlamaq. Heyvanı cilovlamaq. Bəzən insan haqqında gələndə səfihi cilovlamaq, onu bir kontrola salmaq. Cilovlamağın mənası bir kontrola salmaq onu. Bəs orucun mirası hikmət olduğu zaman insan üçün nə iz qoyacaq? Bu zamanda biz hikmətin biraz dərinliklərinə baxmalıyıq. Hikmət iki qismdir. Nəzəri hikmət var və bir də əməli hikmət var. Nəzəri hikmət, orucun nəzəri hikməti bizim üçün təqvanın yolunu göstərir. Nəzəri. Metodlarını göstərir. Necə ki biz bir ay ərzində bizim üçün zəruri olan yeməyə necə tab eləyə bilirik? Bizim üçün zəruri olan suya necə dözə bilirik? Hansı qaydalarla dözə bilirik? Su istəyəndə özümüzü, necə iradəmizi, necə kontrol edə bilirik? İndi günahın qarşısında sən təqva üçün bu metodlardan istifadə edəcəksən. Olacaq nəzər hikmət. Yəni, imsak edə bilməyin, nədən imsak? Günahlardan imsak eləmək. Bir var, bu ayda mən yeməkdən, içməkdən, digər şeylərdən özümü imsak eləməyin, yəni qorumağın, saxlamağın yollarını, metodlarını öyrəndim. Nəzəri olaraq öyrəndim, əlimdədir, düzdürmü? Bu mənə öyrətdi, bu ay bir məşq oldu mənim üçün ki, mən gələn aylarda günah qarşıma çıxanda mən onun üçün, onun qarşısında necə dözüm, necə onu ilə vuruşa bilim. Təqvanın metodlarını bizə öyrədir. Onun üçün Quran buyurur ki, Kutibə aleykumus-siyam kəma kutibə aləl-ləzinə min qablikum ləalləkum təttəqun. Bəlkə təqvakar olasınız. Oruc sizə vacib oldu, yazıldı. Necə ki, sizdən öncəkilərə vacib olmuşdu. Oruç tutun, bəlkə təqvakar olasınız. Yəni, bu orucdan edə bilərsiniz. Bu metodları istifadə edə bilərsiniz ki, siz günahların qarşısında durasınız, bu metodları günaha qarşı işlədəsiniz və təqvakar ola bilərsiniz. Ləalləkum təttəqun. Bəlkə təqvakar olsun. Bir yol öyrədir bizə. Bir yol. İkinci, əməli hikmətdir. Əməli hikməti izah verməmişdən öncə gələ insan öz fitrətinə qayıtsın, yaradılışına baxsın. İnsanda 3 dənə qüvvə var. Xacə Nəsrəddinin yolu ilə desək. 3 qüvvə var. Əql qüvvəsi, nitq qüvvəsi deyirlər. Əql qüvvəsi, şəhvət qüvvəsi və qəzəb qüvvəsi. Və insanı idarə edən bu 3 qüvvədir. Həzrət Əli əleyhissalam buyurur ki, Allah mələkdən bir şey, heyvandan 2 his verdi insana, qüvvə verdi insana. Mələkdən əql qüvvəsi verdi, heyvandan isə şəhvət və qəzəb qüvvəsi verdi. Əgər insan əqlini şəhvət və qəzəbə hakim eləsə, mələk dərəcəsinə qalxar, mələkdən də yüksək olar. Niyə mələkdən yüksək olar? Çünki mələyin fitrəti bu cür nədir? Amma insan cihadı ilə, nəfsi cihadı ilə, mübarizəsi ilə heyvanı fitrətin üzərinə ayağını qoyur, dizini qoyur, qalxır yuxarıya. Yəni insan bunu özü əldə etməli. Əldə eləyir bunu. Bu mələkdən də yuxarı olur. Əks təqdirdə. Şəhvət və qəzəb əqlə hakim olsa, insan heyvan dərəcəsinə düşər,
ondan da aşağı olar. Niyə ondan aşağı olar? Çünki heyvanın xisləti budur. Heyvanın xisləti şəhvətdir, xisləti qəzəbdir. İndi insan özünü ora gətirsə, deyir, heyvandan da aşağı, əsfələ safilim. Heyvandan da aşağı olar. Yaxşı. İndi insan əgər, baxın, əməli hikmətdə bu cür deyir, insan əgər əqlini hakim etsə, şəhvət və qəzəbnə, yəni şəhvət və qəzəb duyğuları əqlin kontrolunda fəaliyyət eləsə, dedik, mələk dərəcəsində, buradan yaranan işə deyərlər nə? Hikmət. Maşallah. Nəsrəddin Tusi hikmət yaranar insanın. Hikmət balaca bir şeydir öyle. Hikmət yaranandan sonra o şəhvət, o qəzəb əsli xislətində qalmaz. Əsli xislətində qalmaz. Yəni qəzəb bir vəhşidir. Vəhşi, intiqam alsın, özünü qorumaq üçün hər yollara əl atsın. Amma əqlin kontrolunda olanda olacaq nə? Şücaət. Və bütün fəzilətlər çevriləcək, heyvani fəzilətlər çevriləcək mələkuti hallara. Şəhvətdən də o cürlə çevriləcək, məsələn, çevrilər səxavətə. Məsələn, şəhvət budur, sənə faydalı olanları ələ gətirmək, heyvan o cürlədir. Ona faydalı olanları ancaq neyinir? Mənimdir. Düz. İnsan da var, düşür bu hissəyə, əqli nə edir? Özünü üçün işlədir, şəhvət hakim olub əqli, özü üçün işlədir. Məsələn, heyvanla o cürlə insanın fərqinə baxanda, heyvan getdi, o belədi, əlinə gətirdi, yedi, doydu, qoyacaq, çıxıb gedəcək. İnsan boynunu da yığır, sabahsına da yığır, oğluna da yığır, nəvəsinə də yığır. Nəticə, heç bilmirsən neyinir, elə mənimsiyir. Bu islah olanda olur səxavət. İstifadə elədiyi qədər istifadə eləyir, artığından paylaşır. Bu heyvanda yoxdur paylaşma. İnsan xislətidir paylaşma. Buradan əməli hikmət çıxar ortalığa. Bu da olar orucluğun neyi? Mirası. Biz üçün böyük bir miras qoyar gedər. Orucluq. Həm təqva, nəzəri yollar, təqvaya yetişməyin yolları, həm də əməli hikmət qoyar bizi üçün. Hacı Allah sizdən razı olsun. Çox dolğun və çox belə deyək, ruhiyyəmizə toxunan bir cavab oldu. Hacı Allah razı olsun. Hacı, bax, siz əvvəldə bir cümlə vurguladınız ki, orucda susmaqlıq. Təbii ki, mən bilməm, fikrimcə izah edim sizə ki, sizdən əvvəlkilərə bu, yəni oruc vacib olub. Yəni 124 min ənbiyadan gedişə. Bəzi dinlərdə, mən rusca onu ifadə edim, molçu uraza deyərlər. Yəni susmaqlıq orucu. Yəni belə bir oruclar da var. Yəni bu bizdə də mövcuddur. İslamdan əvvəlki dinlərdə susmaq orucu kimi bir oruc olub. Məsələn, Həzrəti Məryəm anamız haqqında Allah təbarək və teala buyurur ki, əgər səndən İsa Peyğəmbər haqqında, o uşaq haqqında soruşsalar, deyən mən susmaq orucu tutmuşum. Quranda keçir. Olub. Amma İslamiyyətdə susmaq orucu yoxdur. Səmt var, susmaq var. Bu susmaq heç danışmamaq deyil. Doğrunu danışmaqdır. Ləğviyyatdan uzaq olmaqdır. Ləğviyyat. Boş sözlər. Boş sözlərdən uzaq olmaq. Boş sözlərdən insan... Biz elə belə deyək, rica kəlamı olmaz. Biz hələ haramlardan uzaq ola bilmirik. Açıqala boşlarda. Allah razı olsun hacı. Boş sözlərdən insan, yəni faydası olmayan sözlərdən də uzaq olmaq elə susmağın özüdür. Gözəl. Çox sağ ol hacı, Allah razı olsun. Biz yenə qayıdacağıq. Hacının gözəl
o söhbətlərindən təbii ki, nə biz, nə də bizi dinləyənlər doymurlar. Çox dəyərli Cəmaləddin qardaşım. Dəyərli izləyicilərim, mən Kərbəlayı Cəmaləddin haqqında tanıyanlar tanıyır, amma tanımayanlara da qoy tanıtırım ki, şəxsən mən sözünə qədər hamımızdan üzr istəyirəm. Amma onun bəlağəti o qədər mənə xoşdur. Sözün əsli mənasında biz nadir belə də, yəni hallarda biz toylarda və ya məddahlıq, yəni aid olan məclislərdə, şəhadətlərdə rastlaşıram mən Kərbəlayı ilə. O nohu oxumağı, ilahi oxumağı, bu öz gözəlliyi. Amma onun gözəl şeir demə qabiliyyətini şəxsən özüm vurğulayam. Hə, Hacı? Çox gözəl. Çox gözəl. Səs tembri, xüsusi tembri. Bəli, qiraət üçün ödürəm, şeirin qiraət üçün ödürəm. Mən də istəyərdim ki, düzdür, hər verilişimizdə, hər mədda 2 ilahi oxuyur. Amma bugün Cəmaləddin 1 ilahi oxusun, amma bizim üçün şeir üçün inşallah. Baş üstə. İnşallah. Allah sizlərdən razı olsun. Bir daha Allah bu mübarək ay bizlərə mübarək qərar versin. Ustadın elə o mövzusu, hikmət məsələsi yadıma bir şeiri saldı. Şeir dediniz. Allah rəhmət etsin bizim dahi şairimiz Bəxtiyar Vahabzadə. Allah rəhmət etsin. Allah şeiri Allah ruhunu şad eləsin. möhtəşəmdir. İnşallah onu səsləndirəcək. Sevə-sevə dinləyərik. Bismillahirrahmanirrahim. Dahi şairimiz yazır ki, İdraçda yol açmış gecədən gündüzə Allah. İdraçda yol açmış gecədən gündüzə Allah, güldürməsən öz könlünü gülməz üzə Allah. Dünyaya şəfəqlər kimi Tanrım səpələnmiş, qəlbin gözü yanmazsa görünməz gözə Allah. Allah bilirik cismi deyil, bəs nədir Allah? Ən yüksək olan haqda həqiqətdədir Allah. Dondunsa təkamül və gözəllik qabağında, dərk et, bu təəccübdə, bu heyrətdədir Allah. Bildik, bilirik, gizlidir insandakı qüdrət. Hər kəs onu fəhm etməsə, acizdir o əlbət. İnsanın əzəl borcudur insanlığa hörmət, insanlığa hörmətdə ləyaqətdədir Allah. Gerçək də budur, gizlidir hər zərrədə vəhdət. Bir zərrə ikən küllə qovuşmaq ulu niyyət. Gördüklərimiz zahiridir, bətnə nüfuz et. Batindəki cövhərdəki fitrətdədir Allah. Fitrət də yatır, sözdə sözün öz yükü fikrim. Seçmiş seçəcək daima tükdən tükü fikrim. Mən bir ağacam, yarpağı sözlər, kökü fikrim. Sözlərdə deyil, sözdəki hikmətdədir Allah. İnsan, təpədən dırnağa sən arzu diləksən. Nəfsində doyumsuz, fəqət eşqində mələksən. Ustadın o sözü, Bəli. o şeirin bu hissəsini elə yadıma saldı ki, münasib bunu deyim elə. İnsan təpədən dırnağa sən arzu diləksən. Nəfsində doyumsuz, fəqət eşqində mələksən. Zülmün üzünə haqq deyilən şilləni çəksən, şilləndə mühürlənmiş o qeyrətdədir Allah. Gözəl, gözəl. Cahil enər alçaqlığa, öz qəlbinə enməz. Vicdandan əgər dönsə də xeyrindən o dönməz. Zülmətdə, cəhalətdə, ədavətdə görünməz. Düzlükdə, sədaqətdə, məhəbbətdədir Allah. Düzlükdə, sədaqətdə, məhəbbətdədir Allah. Sağ ol Kərbəlayı, Allah Siz sağ razı olun. olsun. Allah lütf nəzərini xalqımızın, bizlərin, sizlərin üstündən binəsin, Çox sağ ol. eləməsin. Allah dəyərli şairimiz Azərbaycanın fəxri Bəxtiyar müəllimin də ruhu şad olsun. Allah rəhmət eləsin. Allah Və rəhmət eləsin. ailəsinə də deyirik ki, Allah bu Ramazan ayınızı mübarək qərar versin inşallah. Amin. Haccan, Ramazan ayı, yəni Allah təbarək və Teala bu gözəl ayı nimətlərlə doldurub. Bəli. Allah təbarək və Teala bu ayda çoxlu vəd verir bəndəsinə. Bax, bu ayla digər ayların fərqi, bu nemət baxımından mı deyim, rəhmət baxımından mı deyim? Elə bir suala cavab istəyirəm. Hacı, əvvəla neymətlər 2 qismdir. Maddi neymətlər və mənəvi neymətlər. Bu ay ziyafətullahdır, yəni Allahın qonaqlıq ayıdır. Mənəvi qonaqlıqdır.
mənəvi qonaqlığı bu deməkdir ki, necə ki Peyğəmbər sallallahu aleyhi və səlləmin Şəbaniyyə xutbəsi var. Şəban ayının son cüməsində bu xutbəni söyləyir. Mərhum Şeyx Səduq Rizvanullah aleyh bunu rəvayət eləyir. İmam Rıza əleyhissalamdan, o da silsiləvi olaraq Əmir əl-Mömin Əli ibn Əbi Talibdən rəvayət eləyir ki, Əli deyir ki, Peyğəmbər belə dedi. O xutbəyə baxanda neymət bolluğudur. Sonsuz mənəvi neymətlər. Bir halda ki, Ramazan ayının, oruç alında deyil, Ramazan ayı bunun gecəsi və gündüzü aiddir buna. Ramazan ayında mömin insanı üçün nəfəsi zikr yazılır. Yatıb, xəbəri yoxdur, amma nəfəs çəkir, zikr yazılır. İnsan nəfəsdən ibarətdir, elə deyilmi? Nəfəssiz Allah yoxdur ki. Bir ayı bütöv nəfəsdir. Bir ay nəfəs olsa, nəfəsi zikr olsa, insan bir ayı özü zikrə çevrilir. Öz bir zikrə çevrilir. Bu ayında yuxusu ibadətdir. Bolluğa bax, neymət bolluğuna. Bu ayın əməli qəbuldur. Digər aylarda bir xeyir iş görəndə əl açıb arxasıca dua eləməliyik ki, Allah, bu əməli bizdən qəbul elə. Bir ehsan versə, gəlir deyə Allah qəbul elə. Bu ayda xeyrül əməllər insan yerinə yetirsə, ibadət kimi əməllər yerinə yetirsə, Peyğəmbər buyurur, məqbul, qəbuldur. Bu ayda dualar müstəcəbdir. Müstəcəb. Digər ayda bir dua eləyərsən, yalvararsan ki, Allah müstəcəb elə mənim duamı deyir. Bu ayda duaların müstəcəbdir. Bu ayda hər kim Qur'an-ı Kərimdən bir ayə oxusa, digər aylarda bir bütöv Qur'anı xətm eləmiş kimidir. Dəryadır da bu. İndi bu da desək, digər aylarda, Ramazan ayından digər aylarda insan Qur'an oxusa, hər hərfinə görə Allah 10 savab verər, 10 pis əməlini silər. Təqribən 32 min hərfdən ibarət, yuvarlaq olaraq Qur'an-ı Kərim yazıb, 32 min hərf. Vur ona bir Qur'an xətm eləmək gör nədir? İndi Ramazan ayında Bismillahirrahmanirrahim bunların hamısı cəm elədir. İndi neymət bolluğuna bax. Allahın süfrəsi belə olar da. Allahın süfrəsi belə olar da. Düz. Bir mümini doyuzdurmaqla cənnətin qapılarını bağlayırsan. Yoxumdur doyuzdurmaq. Yarım xurma ilə, bir qurtum su ilə də belə iftar versən, elə ona savaba sahib ola bilirsən. Bu neymət bolluğu. Bir də başqa cəhətdən deyək, maddi neymətlər məsələsinə gələk. Maddi neymətlər nədir? Bu ayda maddi neymətlər nə olar? Məsələn, yeməkdən, içməkdən insana nə edərlər? Allah. Bəzən məhrum eləyir də, imsaqdan. Bir vaxt qədər. Nə var burada? İstəyirəm buna toxunam. Bugünün bizim sözü bax budur. Buna toxunam. İnsan belədir. Neymət bolluğunda neymətin dəyərini itirir. Neymət bol olanda insan onun dəyərini itirir. Dəyəri itirilən neymətin şükrü həqiqi şükür olmur. Həqiqi şükür olmur. Bugün istədiyimiz zaman, istədiyimiz yerdə su tapıb içə bilirik biz. Düzdür, düz deyil. O suyu içsək, üstündən əlhamdülillah desək, o qədər də içimizdən o deyil. Belə deyək də, dilucu deyirik. Dilucu deyirik də, adət olaraq. Bir də buradan gəlmədi. Bir də var, sən yayın isti günündə 18 saat oruç tutmuşsan, dilin, dodağın quruyub, hər şeyə su görürsən, o gəlirsən,
O sərin su içəndə baxırsan suya deyirsən, elhamdülillah Rəbbil alamin. Allah sənə həmdlər olsun. Ya qışın soyuğunda acımısan, üşüyürsən, o yeməyi yeyəndən sonra ki, sənin bədəninə təzədən hərarət gətirir, can gətirir. O nemət, o çörək, bir parça çörək sənin üçün bilirsən nə olur? Onda onu dərk eləyirsən. Mən bir sözü burada istəyirəm qeyd edeyim, yadıma düşdü. Sədinin Gülüstanında bir söz var. Deyir, sual edirdilər birindən ki, ən çox sevindiyin, ən çox kədərləndiyin an olub, dedi, olub. Nə zaman? Dedi, səhrada karvandan geri qalmışdım. Yiyəcəyim, içəcəyim yox idi. Və səhranın ortasında bir kisə tapdım, balaca kisə. Əlimi atdım, elə bildim ki, dağrıdır. Elə sevindim ki, tacir deyə böyük tacir, məsələn, böyük bir adamdır da. Deyir, elə sevindim ki, həyatımda o qədər sevinməmişdim. Dağrı, acından ölürəm, dağrı tapdım səhranın. Açdım, baxdım, gördüm, ləl cəvahiratdır. Elə kədərləndim ki, ömrümdə elə kədərlənməmişdim. Bəzən bir balaca kisə darı, bir kisə ləl cəvahiratdan qiymətli olur. Allah Ramazan ayında oruc vacib eləməklə bizə müvəqqəti olaraq yeməklərdən, içməklərdən, bu neymətlərdən nedir bizi? Məhrum eləməklə istəyir onun neymətlərini anlayaq, neymətlərini dərk eləyək, neymətlərinə şükr edək. Bu da bir yol olsun. Hacı, Allah sizdən Allah razı sizə olsun. razı Təşəkkür edirəm. Buyurun. Qurban olum. Allah sizə var eləsin, dəyərli vaxtınıza görə. Hacı, o mübarək Ramazan ayında artıq verilişimizin də axarına yetişirik. Yəni bir qazi olaraq, bir ilahiyyatçı olaraq, bir dəyərli ruhanimizsiz, o bizim başımızın tacısınız. İstəyərik bir iki kəlmə bizi dua eləyəsiniz, biz amin deyək inşallah. Aminə ya Rəbbəl aləmin. İlah və Rəbbim, səni gözəl isimlərlə çağırırıq, Əsma-i Hüsnana and veririk. Allah, səni İsm-i Əzəmin ilə çağırırıq. O İsm-i Əzəmin ki, onunla duaları qəbul edirsən. İlahi, o İsm-i Əzəminə and veririk. Bəşər tarixində ən böyük haqqı olan peyğəmbərlərə and veririk. Onlara iman gətirən möminlərə and veririk. Və Həbibin, Muhammedin Mustafa'ya and veririk. Və onun pak etdiyin əhl-i beytinə and veririk. Əlisinə, Həsənə, Hüseynə, xanımlar xanımı, xanım Fatimə-i Zəhraya and veririk. Allah, Allahlığın hörmətinə, bu isim və kəlamlarının hörmətinə bizlərin duasını qəbul eləsin. Amin ya Rabbi. İlk öncə arzu edirəm, dua edirəm. Allah bu ayda xalqımızın, müsəlmanlarımızın, bütün ümməti Muhammedinin nə qədər gözəl dualar ediblər, o dualarını qəbul eləsin inşallah. Onlar üçün xeyirli olan hacətlərini versin. Bütün çətinlik və müşküllərini həll eləsin. Allah and verə İzzət-i Cəlalına, bu əsmalarına. İlk öncə Allah xəstələrimizə şifa versin. Xüsusən də ağır, onkoloji xəstələr var, müalicəsində çətinliyi olan var, müalicəsinin də ağırlığı olan xəstələr var, yataq xəstələri var. Allah onlara şifa bəxş eləyəcək. Körpə uşaqlarımızdan xəstə olanlar var. Allah onlara şifa bəxş. Dilsəfə ağızsızdılar, dərdlərini deyə bilmirlər. Allah onlara şifa bəxş. Allah sənə and verir İzzət-i Cəlalına, bizim qazi qardaşlarımıza şifa ver. Bu dualarımızdan ölənlərimizə rəhmət payı haricinə, alimlərimizə, seyidlərimizə, şəhidlərimizə, övliyalarımız dünyalarını dəyişiblər, haqq sahibləri dünyalarını dəyişib, valideynlərimizdən dünyalarını dəyişiblər, müəllimlərimizdən dünyalarını dəyişib. Allah onlara rəhmət eyləsin. Allah bu orucluğun hörmətinə, xalqımıza, millətimizə, ümmət-i Muhammediyə bol-bol neymətlər əta eyləsin. Bol-bol mənəvi və maddi ruzular əta eyləsin. Allah bizi
müsəlman kimi yaşadıq, müsəlman kimi dünyada Amin nə ya var ki? İlahi amin. İlahi amin. Və məhşərin günündə ki bizi həşr edib yenidən oyadacaqsan, o zaman müsəlmanların zümrəsində qərar verəcəksən. Amin. Peyğəmbər əhl-i beytinin şəfaətini bizə nəsib eləyəcəksən. Və Sirat körpüsündən asanlıqla keçməyi bizə nəsib eyle Allah. Amin ya Allah. İlahi amin. Və sonda Peyğəmbərimizin əlindən Kovsər hovuzunun suyunu alıb içməyi hər bir müsəlmana nəsib eylə. İlahi amin. Allah azmış cavanlarımızı doğru yola hidayət İlahi eylesin amin. inşallah. Yaşlılarımızı qorusun, körpələrimizi hifz eləsin. Allah sizin də bu işinizə böyük xeyir əta eləsin. Gözləmədiyiniz bir halda Allah xeyirləri sizə nəsib eləsin. Uğurlarınız bol olsun, qonaqlarınız çox olsun. Amin. Allah sizi hifz eləsin. Aminə ya Rəbbəl alemin. Allahümme İmam zamanın salamətinə salavat göndərək. Allahümme salli Salli ala ala Muhammed ve ali. və ali Muhammed. Çox sağ ol Hacı. Və dəyərli izləyicilərimiz, bizə ayrılan vaxt artıq iftar vaxtına yetişirik. Mən bir daha dəyərli qazımıza, dəyərli ruhanimizə, dəyərli axundumuza, mən belə hər zaman onu özümə böyük bir qardaş, ağsaqqal qərar vermişəm. Dəyərli ağsaqqalımıza, Hacı Rəfai qardaşım, çox sağ ol deyirəm Hacı qızıla bərabərlə vaxtınıza görə minnətdaram. Və sonda təbii ki, Kərbəlayı Səmaləddin qardaşımdan bir ilahi bir nəğmə olacaq. Amma sabah bu vaxta qədər sizlərdən ayrılırıq. İSTV, bir ay, bir ömür adlı verilişimizlə ölməyə, sağ qalsaq, sabah yenə Allah evlərimizin müvəffəq qonağı. eləsin. Sağ olun, salamat qalın. Alemler zikreyler Allah, Allah. Kalpler daim söyler Allah, Allah. Allah, Allah, En âli mehbubsan Allahu Allah. Settarul Eyyubsan Allahu Allah. Allahu, 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 Ya Allah, Ya Allah. İdrakda yol açmış gecədən gündüzə Allah. Güldürməsən öz könlünü gülməz üzə Allah. Dünyaya şəfəqlər kimi Tanrın səfələnmiş, qəlbin gözü yanmazsa görünməz göz Allah. Sen rahmet, sen rahman Allahu Allah. Son
son